Değerli şagirdlər, 15 Mart buraxılışa düşən digər suala baxaq. İkinci loqaritmaya aid sualdır. Fikir versəniz, bizdən köklər arasını soruşur. Mən burada loqaritma 2 əsasdan x-a 1 t desəm, artıq bizdə bu loqaritma 2 əsasdan kvadrat x nə olacaq? T kvadrat. Olur deməli, loqaritma 2 əsasdan t kvadrat minus 3t plus 4 bərabərdir 3-ə. Loqaritma 2 əsasdan bu bizə nə verəcək? Loqaritma 2 əsasdan 3. 3 qarşıya gəlir, deməli olur 2-nin kubu. Deməli bu ifadə artıq bizdə nəyə bərabər olacaq? 8-ə. T kvadrat minus 3t minus 4 bərabərdir 0-a. Buradan köklərə baxsaq, x plus 1, x minus 4. Yəni, x-in mənfi 1-lə köklərim 4-dür. Gətirib yerinə yazıb tətbiq edəsək, loqaritma 2 əsasdan x bərabərdir mənfi 1-ə. Bir dəfə də loqaritma 2 əsasdan x bərabərdir 4-ə. Buradan x bərabər olacaq 2 üstü mənfi 1. Buradan x bərabər olacaq 2 üstü 4. Yəni, bizim köklərimizin biri 2-də 1-dir, digəri isə 16-dır. Bizdən köklər hasilini soruşduğu üçün 16 vur 2-də 1, yəni 8. Cavabımız 8 olacaq.